Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Bugünkü videomuzu bundan öncəki günlərdə çəkdiyimiz fənlərarası, fənüstü inteqrasiya ilə bağlı məsələləri daha da dəqiqləşdirmək və sizin oradakı fikirlərinizə, rəylərinizə cavab vermək, aydınlıq gətirmək üçün hazırlamışıq. İlk öncə qeyd etmək istəyərdim ki, müəllimlər, videonu başdan sona qədər mütləq şəkildə dinləyin. Bu bir reklam çağırışı deyil, bir reklam səslənməsi deyil. Burada dinlədiyiniz hər bir məqam, istər bu yaxın günlərdə olan imtahanlarda, istərsə də sizin hazırlıq dönəminizdə sizə böyük ölçüdə kömək ola bilər. Demək, müəllimlər, inteqrasiya ilə bağlı biz Artinin də müəyyən bir videosunu bu yaxın günlərdə paylaşdığını gördük və çox təəssüflər olsun ki, həmən videoda izah verən hörmətli müəllim sınaqdakı suallardan xəbərsiz olduğunu deyir, lakin bu suallara izah verilməli idi. Bundan başqa da mən videonu dinlədim, amma heç nə anlamadım. Siz də istəsəz dinləyə bilərsiniz. Digər bir tərəfdən müəllimlər, artıq kurikulum sualları fənləşdirilir. Niyə artıq fənləşdirilir deyirəm? Çünki 8, 9, 10 il öncə imtahan verən müəllimlər varsa aranızda, xatırlayaq ki, suallar necə idi? Hansı təhsil səviyyəsi deyil? Hansı təhsil verənin vəzifəsidir? Hansı təhsilin formasıdır? Bax, bu kimi suallarla biz rastlaşırıq. Amma artıq konkret fənlə bağlı bilik bacarığımızı yoxlayır. Yəni, mən coğrafiya müəllimi olaraq kurikulum hazırlığı keçirəmsə, gələn illərdə mən bunu bacara bilməyəcəm. Nə mənada? Yəni, mən biologiya, kimya müəlliminə kurikulum dərsini mükəmməl verə bilməyəcəm. Səbəb isə ondan ibarətdir ki, bunun üçün mən gərək biologiya, kimya və digər fənlərin istiqamətini biləm. Həmən fənlərdə olan tapşırıqların, bilik bacarıqların şagirdlərdə nəyi formalaşdırdığını, hansı yöndə, belə deyək, onların inkişafına yönəldiyini bilməliyəm. Ona görə də, əgər istəyiriksə ki, kurikulumla bağlı suallara biz çoxluqla cavab verək, mütləq şəkildə ixtisasımızı, fənnimizin hansı istiqamətə, hansı yöndə olmağını biz bilməliyik. Belə, bundan başqa müəllimlər, mən həm də sizin bundan əvvəlki videoda olan rəylərinizə, suallarınıza aydınlıq gətirəcəm. Burada deməli profillərin üstünü bağlamamışam, çünki həmən video mənim ictimaiyyətə açıq səhifəmdə, ictimaiyyətə açıq bir videodur və siz orada bu rəyləri yazmısınız. Bu videomuz da məhz həmən səhifədə paylaşılacaq. Yəni onsuz da belə deyək, siz ictimai bir yerə rəy yazmısınız və mən onları cavablayıram. Demək, müəllimlər, belə bir fikir var, rəy var. İmtahana az qalmış suallar xəyalı oldu. Müəllim, çox sağ olun fikriniz üçün. Doğrudur, biz bunu xəyalı olaraq adlandırmışıq, amma müəllim, hər hansı bir aydınlatma videosu olmadığı üçün təsəvvürdə canlanma ilə bağlı fikrimizi bu formada ifadə etməyə çalışmışıq. Və üstəlik, biz bu sualları görüb burada inkar eləməyə çalışırıq. Biz hər birimiz dərs keçərkən öz fənnimizdə şagirdlərimizə təsəvvür et ki, və yaxud da belə edirdin, bu kimi sualları biz dəfələrlə mütəmadi olaraq veririk müəllimlər. Yəni, niyə siz bunu unudursunuz? İstər coğrafiyada, istər fizikada biz şagirdə deyirik ki, məsələn, təsəvvür et ki, bu yolda gedirdin, bu hadisə baş verdi. Bunu necə həll edər? Yəni, bu sualları biz veririk axı. Yəni, var bu suallar. Sonra belə bir fikrimiz var. Şəxsən mən bu izahları qəbul etmirəm. Fizika müəllimi olaraq elektrik çaydanının enerji sərfiyyatını hesablamaq üçün istiqamət verən dərs düstur var. Necə bilim ki, müəllim izah vermədən bunu hesablamağı tapşırıb, səhvdir. Biz də səhvə bir qulp qoyub düz qəbul etməməliyik. Arti demək istəyib. Arti bunu belə götürüb, deyə biz ona uyğun fikir düzüb qoşmamalıyıq. Zənnimcə səhv götürülüb, cavab və imtahanda da belə səhvə yol verməyəcəklər. Hörmətli müəllim, çox sağ olun fikriniz üçün. Sizin zənniniz nə qədər etibarlıdır? Biz nə qədər güvənə bilərik sizin zənninizə? Yəni, bunu deyə bilərsinizmi bizə? Və mən imtahanda iştirak edən bir müəllim kimi, dəqiq bildiyim bir şeyin izahını konkret olaraq böyük ölçüdə yazılıb və apellyasiyadan geri dönüşdə məqsədə uyğun deyil, biz düz yazmışıq cavabını almış bir müəlliməm. Və səhv olursa, bu bir fəndə olsun. Bütün fənlərdə bu fənlər arası inteqrasiya götürülür. Bu bir. İkincisi, necə bilim ki, müəllim izah vermədən bunu hesablamağı tapşırıb? Müəllim, yəqin ki, bundan öncə də siz situasiya tipli testlər işləmişsiniz, çünki kurikuluma hazırlaşırsınız ki, imtahan verəcəksiniz. Məsələn, deyək ki, belə bir situasiya var ki, şagird dərsə hazırlıqsız gəlmişdi və yaxud dərsini hazırlamamışdı. Deyir ki, bununla bağlı doğru variantı seç. Belə bir variant var ki,
müəllim şagird davranış pozuntusunu tənzimləməli, düzəltməli idi. İndi mən bu cavabı götürə bilərəm. Bəlkə də o dərs oxumayan şagird lövhəni sındırıb, qapını sındırıb, müəllimlə sözləşib. Müəllim, bu situasiyada göstərilib, göstərilməyib. Dərsi oxumayan bir şagird o deməkdir ki, davranışı pozur. Situasiyada nə göstərilibsə, mən ona uyğun cavab tapmalıyam. İndi deyirsiniz ki, mən nə bilim ki, müəllim izah verməyib. Bunu göstərməyib. Müəllim şagirdə belə bir tapşırıq verib ki, elektrik çaydanını qaynadırsınız. Belə bir tapşırıq verib. Yəni, belə bir hal göstərib. Amma bu sual təbii ki, tərəddüdlü sualdır. Videonu mütləq şəkildə izləyin. Videoda həmən suala o tərəddüdlü məqamı da mən göstərəcəm. Sonra belə bir fikrimiz var. İnanın ki, burada başa düşəcək bir sual yoxdur. Çox çaşdırıcı, mənasız suallardır. Müəllim, çox sağ olun fikriniz üçün. Amma müsbət fikirlərdən, rəylərdən qaçmamaq lazımdır. Və siz bu rəy yazdığınız videonu dinləmişsinizsə, nə qədər sosial yönümlü, müəllimlər üçün hazırlanmış bir video olduğunu görmüsünüz. Burada daha bir müsbət fikir yazmaq olar, amma yenə də bu sizin öz fikrinizdir. Videola bağlı hər hansı bir səhvi qeyd etsəydi, məsələn, biz o səhvi düzəldə bilərdik. Bundan başqa da mən qeyd etmək istəyirəm ki, Artinin hazırladığı istər sertifikasiya sınağı, istər sertifikasiyanın özü, istər MİQ sualları, istər MİQ sınaqları, Artinin hazırladığı suallar əlimizdə olan ən samballı, ən real, ən düzgün suallardır. Siz bu suallara mənasız, çaşdırıcı suallar deməklə müəllimlərin də biraz imtahana, həvəsi, təhsilə etibarını azaldırsınız. Yəni, daha dolğun, daha dəqiq, daha aydın fikirlər səsləndirmək daha yaxşı olar. Sonra belə bir fikir var. Salam. Şagird evdə elektrik çaydanını işlədib, sayğacı müşahidə etmədən necə nəticəyə gələ bilər? Bir fizika müəllimi kimi mən şagirdə belə bir xəyal tapşırıq vermərəm. Bu situasiyada yalnız fənlər arası olması üçün tapşırıqda şagirdə müəyyən əlavə məlumatlar verilməlidir. Cümlə qətiyyən düzgün qurulmalı. Müəllim, çox sağ olun fikriniz üçün. Lakin bilirsiniz, xəyali suallar siz fizika müəllimi çox verirsiniz. Yəni, işləyən müəllimlər xəyali suallar, xəyali deyəkən burada söhbət hər hansı bir dastandan, əfsanədən getmir müəllimlər. Xəyal o demək deyil. Nəyəsə xəyalında canlandırmaq o demək deyil, bu real bir şey deyil. Bu faktiki bir şey ola bilər. Bundan başqa da bəlkə də həmən şagirdin heç evində elektrik çaydanı yoxdur, müəllim. Və mən tam dəqiq bilməsəm də bilirəm ki, fizika fənnində müəyyən avadanlıqların, müəyyən alətlərin, elektrik sərfiyyatının qədəri, müəyyən deməli fəaliyyətləri barədə mütləq şəkildə məlumatlar var. Və şagird bundan istifadə edərək istər xəyalında, istər təsəvvüründə, istər kağız üzərində hər hansı bir məlumatı həll edə bilər, yaza bilər. Sonra belə bir fikrimiz var. Sualı elə qurublar ki, nəyə götürsək tərsini verəcəklər, yəni fənlər arası yazsaq da fənn üstü deyəcəklər, yəni bal yuxarı olmasın. Hörmətli müəllim, çox sağ olun fikriniz üçün. Ümumi olaraq imtahan qabağı hər cürə şayə yayılır. Və çox təəssüfdür ki, bu şayələri yayan da müəllimlər olur. Belə bir fikir demək istəyirəm sizə. Bu yaxınlarda belə bir məsələlə mən rastlaşdım ki, paylaşılırdı ki, sertifikasiya sınaq imtahanında sualları zəif yazın. Görsünlər ki, zəif yazırsınız, imtahanın suallarını asan salsınlar. Və bunu paylaşan, buna inananlar da çox təəssüf ki, müəllimlər idi. Ay müəllimlər, birinci bunu necə qəbul etmək olar? Mən necə öz bilik bacarığımı, sınaq imtahanı niyə gizlətməliyəm? Niyə gizlətməliyəm? Bu bir. İkincisi, müəyyən bir formada işləyən, öz fənninə, öz müəllimliyinə, keyfiyyətlə, səmrəli yanaşan bir müəllim onsuz da balını toplayacaq. Siz bundan əmin olun. Və təsəvvür edin ki, suallar asan düşdü, hamı 100 bal, 60 bal topladı. Kim hara yerləşdiriləcək? Fərqlər necə müəyyənləşəcək? Axı, həqiqətən də işləyən müəllimlər, keyfiyyətli, səmərəli, vicdanlı işləyən müəllimlər işləməlidir, müəllimlər. Ümumiyyətlə, bu həm düzgün bir hal deyil, həm də qəbul olunması bir hal deyil. Və hörmətli müəllim, bunu da qeyd edeyim ki, siz etibarlı saydığınız müəllimlərin inteqrasiya ilə bağlı izahlarına baxıb, müəyyən Artinin özünün aydın açıqlaması olmayana qədər bu məntiqlə suallara yanaşa bilərsiniz.
Deməli, belə bir fikrimiz var. Suyu qaynadarkən həyatla əlaqəli proses baş verir. Niyə fənn üstü götürülmür? Bunu necə xəyala götürmək olar? Biz görürük ki, bir çox suallarımız bununla bağlıdır. Müəllimlər, videonu ona görə başdan sona qədər izləyin və sonunda da bu suala toxunacağıq. Təbii ki, suyu qaynatmaq, suyu əgər qaynadıramsa, müəllim diqqətlə qulaq asın, qaynadıramsa bu həyati bir prosesdir. Məkanından asılı olmayaraq şagird o suyu sinifdə də qaynatsaydı bu həyatı situasiya idi, həyətdə də, evdə də. Lakin diqqətlə baxarsınız suala, bu baş vermir. Yəni şagird sadəcə olaraq belə bir halı faktiki olaraq düşünür və bu suala cavab verməyə çalışır. Sonra belə bir fikrimiz var. Layihə işi fənlər arasına aiddir. Bunu mən bilirdim. Layihə əsaslı öyrənmə də fənlər arasına aiddir. Kurikulum vəsaitində səhifə 14 yəqin demək istəyib müəllim. Bu barədə var izah. Hörmətli müəllim, çox sağ olun fikir bildirdiyiniz üçün. Ümumiyyətlə kurikulum vəsaiti biz bilirik söhbət hansı vəsaitdən gedir. Bizim əlimizdə olan yeganə etibarlı bir vəsaitdir. Lakin həmən vəsait ümumi kurikulum barədədir və ayrı-ayrı fənlər metodikası barədə məlumat vermir. Yəni coğrafiya kurikulumu deyil o kurikulum və yaxud da biologiya kurikulumu deyil. Bu bir. İkincisi, kim indiyə qədər deyib ki, layihə fənlər arası inteqrasiya deyil? Yəni layihə bilirsiniz ki, böyük işdir. Bu ayları, hətta bir ili, bir tədris ilini alacaq bir işdir. Necə ola bilər ki, layihə işi görəsən, bir layihə hazırlayasan, yaradıcı iş hazırlayasan, sən ancaq bir fəndən istifadə edəsən. Mütləq şəkildə burada fənlər arası inteqrasiya var. Müxtəlif fənlər var. Lakin baxır situasiyaya. Elə bir situasiya ola bilər ki, orada layihə sözü işlənər, lakin bu fənn üstü inteqrasiya olar. Sonra gələk buradakı digər bir fikrə. 5-ci sualda fənn daxili inteqrasiya niyə götürülmür? Təbiət və cəmiyyət məzmun xəttləri var sualda, amma sadəcə fənlər arası götürüblər. Söhbət, deməli, müəllimlər deyim ki, coğrafiyanın sualından gedir. Coğrafiyanın sertifikasiyada kurikulum sualından gedir. Müəllim, sizə belə bir şey göstərim. Bax, bu coğrafiyanın yeni məzmun xəttləridir. 4-cü məzmun xəttinə diqqətlə baxın və həmən sualı gedin oxuyun. Yəqin ki, həmən suala yeni məzmun xəttləri ilə yanaşıblar. Ona görə də ətraf mühit və dayanıqlılıq bir məzmun xəttində yerləşdiyi üçün digər məzmun xəttindən əlaqə saymayıblar. Bunu fənlər arası belə deyək, götürüblər. Sonra burada belə bir fikrimiz var. 3-cü, 4-cü suallarda uşaq əməllicə iş görməlidir. Bu niyə fənn üstü götürülmür? Hörmətli müəllim, çox sağ olun fikriniz üçün. Ümumi olaraq qeyd etmək istəyərdim ki, şagirdin əməllicə iş görməsi fənn üstü inteqrasiyanın açar məqamı deyil. Şagird fənn daxili iş zamanında, inteqrasiya zamanında, fənn arası inteqrasiya zamanında ümumi şagird ümumiyyətlə dərs prosesində əməllicə iş görə bilər. Yəni böyük ölçüdə fəaliyyət göstərə bilər. Bu onun fənn üstü olması anlamına gəlmir. Yəni bu fikirlə istiqamət almayın. 8-ci sualda fənn üstü ilə yanaşı həm də fənlər arası var video hazırlamaq. Deməli, yəqin çox sağ olun fikriniz üçün. Yəqin demək istəmirsiniz ki, video hazırlamaq rahatdır, asandır, amma gərək düzgün, yaxşı video hazırlayasan. Buna diqqət eləyərik. Amma videoya əgər diqqətlə baxsaydınız, videonun nə qədər sosial yönümlü, siz yönümlü, biz yönümlü olduğunu siz şahidi olarsınız. Video hazırlamaq rahat deyil və əgər ki, bu vaxtı biz sərf edib bir video hazırlayırıqsa, hörmətli müəllim, məncə bu yaxşı haldır. Sağ ol düşəsi bir haldır mənim öz fikrimə görə. Qaldı ki, 8-ci suala. 8-ci suala baxırıq. Deməli, müəllimlər, biz elə bilirik ki, hardasa dərində mən bir fikir tapacam digər fəndən bağlı. O olacaq fənlər arası inteqrasiya. Elə deyil, müəllimlər. Fənlər arası inteqrasiyada konkret bilinməlidir ki, burada digər fənnə konkret olaraq göstərilməlidir. Məsələn, deyək ki, mən hər hansı bir dərslə bağlı fəaliyyət icra edəndə təsadüfən ağzımdan 5 rəqəmi çıxıb. Bu o deməkdir ki, mən riyaziyyat fənninə inteqrasiya elədim. İndi hörmətli müəllim, hanı bu 8-ci sualda nəzərə çarpacaq, deməli, bizim o 2 fən və yaxud da 3 fən hanı? İlk etiketləri Azərbaycan dili dərsində keçirilir və ümumi həyatımızda ilk etiketlərindən istifadə edirik ki, mədəni, gözəl bir ünsiyyət alınsın. Bu da bir fənn üstü inteqrasiyadır. Burada hardadır?
Təbii ki, bunu qassaq altından hər hansı bir fənlə bağlı bir fikir çıxar. Bəlkə də şagird hər hansı bir tərəfə gedərkən o cazibə qüvvəsi ona təsir eləyib. Bəlkə də. Bu demək ki, burada fənlərarası inteqrasiya var müəllim. Fənlərarası inteqrasiyada konkret olaraq bax bu sualdakı kimi. Görürsüz, iqlim quşaqlarından danışır 5-ci sualda və sonra 3D modelləşdirmədən danışır. Bax, burada fənlərarası inteqrasiya var. Yəni video hazırlamaq rahat deyil. Bu coğrafiyanın yeni məzmun xəttləridir müəllimlər. Üstdəki 4 dənə, aşağıdakı da köhnədir. Coğrafiya müəllimlərinə lazım olsa baxa bilərlər. Sonra belə bir fikrimiz var. Yenə də 5-ci sualda coğrafiya müəllimi olaraq yazıram ki, coğrafiyanın müxtəlif sahələr arasında əlaqə var. Bu fəndaxili inteqrasiya deyilmi? Çox sağ olun müəllim fikriniz üçün. Bəli, mən də bu nüansa xüsusi diqqət yetirmişəm, belə qəbul etmişəm. Lakin sonra yadıma düşdü ki, 2024-cü ildə mən bir təlimdə iştirak eləmişdim coğrafiya ilə bağlı və orada məzmun xəttləri dəyişmişdi. Düşünürəm ki, yeni məzmun xəttləri ilə yanaşıblar və orada ətraf mühit və dayanıqlılıq məzmun xəttinə tək toxunulduğu üçün bunu fəndaxili götürülməyib. Siz də həmən məzmun xəttinin 4-cü məzmun xəttinə baxın və suala da baxın. Fikrinizi orada fikrinizi özünüz əsaslandıra biləcəksiniz. Sonra belə bir sualımız var. Salam müəllim, rus sektoru cavab düz götürülüb. Bu necə olur? İndi biz imtahanda inteqrasiya suallarını yazmayaq. Düz götürülüb deyərkən biz cavablar səhv götürülüb deməmişik. Sadəcə bir aydınlıq istəmişik. Bundan başqa da mən sizin rəyinizdən sonra gedib rus sektorunun suallarına baxmışam, cavablarına baxmışam və yəqin ki, siz səhv baxmısınız. Orada da cavablar fənlərarası inteqrasiya götürülüb müəllim. Bir də diqqətlə baxın, yəni özünüzü yanıltmayın. Xəyal olsa da məktəbdən çıxır, həyatla əlaqələnir. Nə oldu 10 ildə belə götürülür, indi qəfil dəyişdi. Ümumiyyətlə, sinif otağından kənara çıxan kimi bir ifadə var. Bu o deməkdir ki, şagirdlər bilsinlər ki, məktəbdə keçirilən dərs, bilik, bacarıq təkcə imtahan üçün verilmir. Bu doğru haldır. Qaldı ki, dəyişikliklərə hörmətli müəllim fikriniz üçün çox təşəkkür edirəm. Bundan daha önəmli məqamlar dəfələrlə dəyişib. Yəni, bu dəyişən məqamlardan belə deyək ki, önəmli olmayanıdır. Və biz artıq məcburuq ki, bununla bağlı bir istiqamət, bir məntiq götürək və həmən suallara artıq digər tərəfdən baxaq. 3-cü sualda deyilir ki, evdə su qaynadın. Evdə bunu edəcəksə niyə fənn üstü olmur? Konkret bir qayda yoxdur. Çox sağ olun fikriniz üçün, hörmətli müəllim. Bu arada belə demir. Və kurikulum suallarını, mən hər zaman izahlarında deyirəm ki, kurikulum elə bir fəndir ki, orada adi bir şəkilçi, adi bir söz belə həmən o sualın cavabını dəyişə bilir, dəyişir. Bu cəhətdən də o suala bir də diqqətlə baxın. Orada şagirdə su, qaynat, gətir falan belə bir şeylər demir. Yəni, diqqətlə baxaq, onsuz da yenə deyirəm, videonun sonunda həmən suala mən o məqama toxunacam. Sonra 3-cü, 4-cü suallarda uşaq əməllicə iş görməlidir. Bu niyə fənn üstü götürülmür? Bu sualı bilmirəm, izahını vermişdim ya yox, yenə də bir izahını vermək istəyirəm, fikrimdən qaçmasın. Deməli, müəllimlər, yenə dediyim kimi, şagirdin əməllicə iş görməsi o demək deyil ki, o fənn üstü inteqrasiyadadır. Yəni, bu yanaşma, doğru istiqamət deyil. Şagird hər zaman əməlli, yəni böyük ölçüdə iş görə bilər. Sonra burada belə bir, baxaq, belə bir fikrimiz var. Beyində çaydan qaynatmaq olur. Allah haqqı hamınızın başı gedib. Çox sağ olun müəllim fikriniz üçün. Bütün rəyləri mən çalışmışam ki, cavablandırım. Deməli, burada mənim üçün çox maraqlı oldu ki, hamınız deyərkən söhbət kimdən gedir? Beyində çaydan qaynatmaq olmur, amma beyində düzgün rəy vermək, düzgün müəllim olmaq, düzgün fikir formalaşdırmaq, düzgün dəyərləndirmə aparmaq mütləq şəkildə olur, hörmətli müəllim. Çünki videonu diqqətlə izləmişsinizsə, video sosial yönümlü bir videodur və çox, belə deyək, istəklə hazırlanmış bir videodur. Mən düşünürəm ki, bir müəllimdə akademik bilik bacarıqdan başqa da rəy vermə qabiliyyəti mütləq şəkildə olmalıdır. Çünki əgər ki, biz ictimai yerə və bilirik ki, bu videonu bir müəllim hazırlayıb və burada bir pis məqsəd yoxdur, biz belə bir rəy veririksə, deməli, sabah bizim şagirdimiz hər hansı bir suala səhv cavab verəndə, ona da biz deyirik ki, Allah haqqı sənin başın gedib. Yəqin ki, həmən şagirdə biz bunu səsləndiririk. Ona görə də mən arzu edirəm ki, hər zaman biz özümüzü təkmilləşdirək, fikirlərimizi düzgün qurmağı bacaraq və layiqli bir müəllim olaraq
hər zaman işimizə davam edək. Bəs imtahanda hansını götürək? Yeni bir açıqlama olana qədər, hörmətli müəllimlər, bu suala özünüz öz bacarığınızla diqqətlə yanaşırsınız, fən bacarığınızı əsas götürürsünüz, öz fən hansı ixtisasdır ona əsas götürürsünüz və çalışırsınız ki, orada görəsiniz ki, şagird həmən o verilmiş tapşırığı, həmən o deməli fəaliyyəti icra etsin müəyyən bir formada, öz həyatı ilə bağlı olsa, öz ailəsi ilə bağlı olsa daha yaxşı olar, belə deyək. 3-də təsəvvür et demir, deyir get ölç. Çox sağ olun müəllim fikriniz üçün. Təsəvvür et demir, amma get ölç də demir. Yenə də sual diqqətlə bir də baxın, dəyərləndirin və əminəm ki, bir haqq seçimi siz də eləyəcəksiniz. Çünki biz o suallara baxdıq və müəyyənləşdirdik ki, burada şagirdlər konkret olaraq onlara hər hansı bir avadanlıq, hər hansı bir məkanla təmin olunmur. Məsəl üçün, məktəb həyatında bunu et deyilmir. Bax, biz bunu əsas götürərək, deməli, sərgiləməyə çalışdıq ki, suallara necə yanaşılıb. Bir də suallara baxaq, müəllimlər, mümkün qədər rəyləri cavablandırdım. Demək, burada gəlirik 3-cü suala əsas. Bu, siz evdə suyu elektrik çaydanında bir neçə vaxt qaynadırsınız. Baxın, fənüstü inteqrasiya odur ki, dərsi keçdim. Əli, bu biliklərdən ümumiyyətlə istifadə edərək evdə elektrik çaydanınızı qaynadarsan, sizin elektrik çaydanınızın sərfiyyatını və ailə büdcənizə vurduğu ziyanı hesablayıb mənə təqdim edərsən. Bax, fənüstü inteqrasiya müəllimlər budur. Yenə deyirəm, bunu tam olaraq izah olaraq yönləndirməyə çalışıram. Yəni, mən belə anladığım formada sizə yönləndirməyə çalışıram. Burada isə bir ailə büdcəsini şagird hesablayır. Elə bir ailə hansı ki, elə bir ailə yoxdur. Bu bir. İkincisi, həmən şagird elektrik çaydanından evdə istifadə etməyə də bilər. Üçüncüsü, fikirləşirəm ki, bütün bunlarla bağlı məlumatlar var kitabda və yaxud da şagirdə məlumatlar verilibdir ki, bu sərfiyyat nə qədərdir, şagird neçə dəfə ölçəcəyini götürür. Burada məni əsas düşündürən məqam o oldu ki, bunu səhv qəbul etdim ki, biraz. Burada söhbət elektrik sərfiyyatını hesablayarkən söhbət hansı məqamdan gedəcək? Yəni, real günümüzdə olan elektrik sərfiyyatının pulundan, yəni ki, hansı ki, elektrik sərfiyyatı günümüzdə qiyməti nədirsə, onunla mı hesablayacaq? Onunla hesablasa, bu sualın şərti səhv qurulub. Yəni, şagird burada mütləq şəkildə fənüstü inteqrasiyaya, belə deyək, yol alır. Lakin, adi faktiki bir qiymət götürərək bunu edirsə, təbii ki, burada fənüstü inteqrasiyadan söhbət getməyəcək. Deməli, müəllimlər, suallarla bir də tanış olarsınız. Mümkün qədər çalışdım ki, sizə suallarınızı cavablayım, daha fikri dəqiq ifadə etməyə çalışım. Yenə deyirəm, fənüstü inteqrasiyanı biz tam olaraq belə bir formada götürək ki, müəllim tapşırığı verdi və yaxud da keçdi hər hansı bir dərsi və şagirdə deyir ki, əli, evinizdə və yaxud da məktəb həyətində, həyətdə, sinifdə üfüqün cəhətlərini təyin. Bax, bu sinifdə deyir ki, sinifin ortasında üfüqün cəhətlərini təyin et. Bax, fənüstü inteqrasiya, həyatla əlaqələndirmə budur. Amma təsəvvür et ki, sən xarici bir ölkədə üfüqün cəhətlərini təyin edirsən. Və yaxud da ki, təsəvvür et sözünü işlətmirəm. Sən xarici bir ölkədə üfüqün cəhətlərini təyin edirsən. Bunun üçün bunu etməlisən. Burada şagird sadəcə olaraq digər fən bacarıqlarından, yəni bir çox fən bacarığından istifadə edərək həmən sualın cavabını tapır. Belə müəllimlər, çox sağ olun. Çox ümid edirəm ki, bu videonun sizin üçün bir əhəmiyyəti olacaq, faydası olacaq. Sabahdan artıq imtahanlar başlayır. Hər birinizə uğurlar arzulayıram. Bütün müəllimlərə uğurlar arzulayıram və hər bir müəllim deməli uğur qazansın və işini, fəaliyyətini belə deyək, düzgün istiqamətləndirsin, düzgün inkişaf yolu seçsin. Çox sağ olun.